Ötən il oktyabrın 15-də Müstəqillik Günü haqqında qanunun qəbulundan sonra ölkəmiz və xalqımız ilk dəfədir ki, 28 may Müstəqillik Günü kimi qeyd edir. Həmin qanuna əsasən 1991-ci il oktyabrın 18-i isə Müstəqilliyin bərpası günü elan olunub. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Azərbaycanın dövlət müstəqilliyi 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə elan olunub. Bundan 73 il sonra 1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının preambulası mahiyyət etibarilə həmin müstəqilliyin bərpası ideyası üzərində formalaşıb. Sənəddə Azərbaycanın 1918-ci ildə qurulan Xalq Cümhuriyyətinin varisi olduğu xüsusi qeyd edilir. Bu da dövlət müstəqilliyimizin elan olunduğu tarixin məhz 1918-ci il mayın 28 olduğunu bir mənalı şəkildə təsdiqləyir. Bizim üçün əsas müstəqillik bayramı 28 may günüdür. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür və biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Və biz bugün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 18 oktyabr 91-ci ildə isə müstəqillik bərpa edildi və edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu. 1918-ci ildə qəbul edilən İstiqlaliyyət Bəyannaməsində və 1991-ci ildə qəbul olunan Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktında əksini tapan məsələlər xalqımızın zəngin keçmişini, mübarizliyini və həmişə yaşar ideyalarını əks etdirir. Biz bugün də həmin bayramı qeyd etməklə o varisliyi biz deməli təsdiq edirik, sübut edirik və bütün dünyaya göstəririk. Mayın 28-i artıq Azərbaycan Demokratik Respublikasının yaranma günüdür. Eyni zamanda Azərbaycan Respublikasının müstəqillik günüdür. Və bu da məhz bu bayramın qeyd olunmasında biz öz varisliyimizi göstəririk. Milli kimlik hər bir millətin və ölkənin taleyində, onun gələcəyə doğru irəliləməsində, dünya birliyi tərəfindən tanınmasında mühüm rol oynayır. Vətən müharibəsində dövlət müstəqilliyimizin ən vacib elementlərindən biri olan ərazi bütövlüyünü bərpa edən xalqımız dünyaya milli kimliyi, dövlətçilik ənənələri ilə yanaşı gücünü, qüdrətini göstərdi. Bugün artıq Cümhuriyyət günümüzü, müstəqillik bayramımızı yeni bir ab-havada qeyd edirik. Müzəffər xalqıq, müzəffər dövlətik. Bugün Azərbaycanla bütün dünya dövlətləri hesablaşır və bugün əsas da bizim qiymətli sərvətimiz, suverenliyimizdir. Biz ərazilərimizi, suverenliyimizi bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik və bununla da bütün dünyada ən güclü dövlət əsasında olduğumuzu bildirmiş və göstərmiş olduq. İkinci ildir xalqımız müstəqillik gününü ərazi bütövlüyünün bərpası şəraitində qeyd edir. Heç kimdən asılı olmayan müstəqil, yeniləşən Azərbaycan və xalqımız tarixin ən şərəfli yüksəliş illərini yaşayır. Mütərəqqi təşəbbüslərlə çıxış edən Azərbaycan beynəlxalq aləmdə əsas aktorlardandır. Azərbaycan islahatçı lider, Prezident İlham Əliyevin gələcək hesablanan müdrik siyasəti ilə çoxsaylı uğurlara imza atır. Biz müstəqillimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqillik, heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır və Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir. Südabə Cahangirli, Rüstəm Mikayılzadə, ASTV Xəbər.